İndi baxaq dostlar, qarşıma kim çıxsa bu 5 dənəsi onlara verəcəm. Çalışacağam bir maraqlı vlog çəkim. Həm də siz baxın görün hak edənə verdim o suları, yoxsa hak etməyənə verdim. Getdim mən də. Ben efendim, ne var? Sen su aktarsa. Hə qaqa, adamın ciyarı yanır. Deyirəm ki, həqiqətən indi o çöldə, o istidə gedən insanlar da qəfildən sərin suya ehtiyacları olur. Seyid oğlunda gəzirəm sərin sulara baxa-baxa. Seyid dama deyir ki, qardaş sən də sərin su içənsən. Elə o sərin sulardan 5-6 dənəsini götür, qarşına çıxana hədiyyə elə. Həqiqi isti havada adamın birdən ürəyi istəyir, əli çatmır marketə. Bu harikanın nar suları var qardaş. Bu möhtəşəm bir sudur. Bundan götürək bir gücümüz çatan 4-5 dənə. Aparaq Seyidoğlu adından qarşımıza çıxan deməli ilk insana, özə yolun kənarında çalışacağam ki, işləyənlərə verim, əziyyət çəkənlərə. Hə Seyid, elə yaxşı olur. İndi baxaq dostlar, qarşıma kim çıxsa bu 5 dənəsi onlara verəcəm. Çalışacağam bir maraqlı vlog çəkim. Həm də siz baxın görün hak edənə verdim o suları, yoxsa hak etməyənə verdim. Getdim mən də. Dostlar, gedək görək sulardan kimə qismət olacaq. Dostlar, Allah hər kəsin işindən özünə xeyir versin. Vallahi mənim işimdə çəkməkdir də. İndi bəzi ağzı göçəklərin xoşuna gəlmir, o deməkdir ki, mən işimi atacam. İşimiz budur, çəkirik, paylaşırıq. Siz də işlər görün, çəkib paylaşmayın. Və yaxud da ki, başqa bir şeydən gücünüz çatırsa, insanlara dəstək olmaq, kömək olmaq. Qardaş, məni çağırın, Allah ruzinizi bol eləsin. Gəlim sizin ruzinizdən mən də ehsan edeyim bu kasıflara. Bax, belə gözəl, maraqlı vloglar çəkim. Dilə sərin su seçdim, bayaq sistem dedim ki, susuzluqdan adam ürəyi yanır. Seyid də dedi, qardaş, bəlkə 5-6 dənəsini də verim, hədiyyə kimi payla. Mən də çıxıram, amma inanın ki, tanıyıb tanımaq fərqi etməyəcəm. Sadəcə baxacam ki, kimə ehtiyacdır. Onu mən biləcəm, kimə ehtiyacdır ona verəcəm. Çalışacağam ki, icazə versələr, çəkib sizlə paylaşım. Hələ bura kimi çəkmişəm, baxaq görək. Kimə rast gəlirik. Hal-hazırda 2 nömrəli məktəbin qarşısından keçirəm. İstiqamətimiz parka sarı olacaq. Bir dənə parka sarı. Sonra da belə fırlanacam. İnşallah. Görək kollec zat tərəfdən. Nə bilim, hardan qarşıma kim çıxır. Çalışacağım zəhmətkeş insanlar olsun. Bir dənə hərbiçimiz var. Birini bu hərbiçiyə verəcəm. Amma üzün çəkməyəcəm. Necəsən? İcazə olmur da, belə jurnalistlər, blogerlər sizi küçədə çəksin. Amma sənə çəkmirəm, sadəcə Seyidoğlu Ticarət Mərkəzindən sənə bir sərin su hədiyyə edirəm. Görürəm hərbiçisən qardaş. Nuş olsun, Allah köməyin olsun, Allah səni qorusun. Səsin düşə bilər, amma özün görükməyəsən. Sağ ol qardaşım, var ol. Deməli, biri hərbiçimizə qismət oldu, uşaqlar. İlk suyumuz hərbiçiyə qismət oldu, dostlar. Yollanaq görək. İndi kimə qismət olacaq? Üzü universitetə sarı gedirəm. Baxaq görək kimə qismət olacaq. Dostlar, mən yoxlamışam. Doğrudan da Seyidoğlu Ticarət Mərkəzi ilə başqa mağazaların qiymətində böyük fərq olur. Məsələn, aylıq ki, bazarlıqlar edirsiniz. Mən də çox vaxt aylıq edirəm. Sonra təkəm-tükəm şeylər bitdikcə alıram. Amma aylıq bazarlıq hər evdə olur da. Bu məsələn 300-400 manatlıq mən bazarlıq eləyirəmsə, əgər bu 300 manatlıq bazarlıqdan, salam qardaş, özümə 50 manat qalırsa, niyə də olmasın? Qardaşım, vəziyyət necədir? Suslamamısan? Sağ ol, olsa olmaz. Gəl Seyidoğlu Ticarət Mərkəzindən sənə bir sərin su. Çox sağ ol. Bu da sürücü qardaşımıza qismət oldu. Var ol. Deməli, baxaq dostlar, sonra kimə İnşallah ki, qismət olur. İstidir, kondisionersiz maşın, sovet maşında taksi sürür. O da ruzi arxasınca düşüb, Allah ruzisini yetsin bütün qardaşların. Dedim elə, ona verim o suyu da. Çünki adam zəhmətkeş insanlara neysə belə hədiyyə eləyəndə, bağışlayanda öz ürəyi də, vicdanı da rahat olur. Bacardığımız qədər kasıflara əl tutaq, ehtiyac olanlara əl tutaq. Burada bir ağsaqqal dayanıb, deyəsən bu qazidir. Qoy düşüm aşağı bu kişi ilə bir söhbət edeyim. Görək nə olub, maşını da xarab olub. O qazilərə verilən maşın var, o maşındandır, Oka. Ay ağsaqqal, nə olub? Allah köməyin olsun. Harada qalırsınız özünüz ağsaqqal? Hə, Əlillər binasında. Qarabağ veteranısınız. Allah sizi qorusun. Nə olub maşına?
Pülborun içəri işi yanlı qalıyor. Pilborun Pavarottinin işığı yanılı qalıb. Deməli burada elektrik Fərhad var. Mən onu çağıracağam, sizin maşının problemi yerində aradan qaldıracaq. Bir də gözəl kişi, isti havadır. Sənin Seydoğlu Ticarət Mərkəzindən bir xırda hədiyyəm var. Mən çıxmışam, bax deməli hamıya sərin su paylayıram. Baxdım ki, sənin də ehtiyacındır. Nar suyudur. Allah səni var eləsin. Seydoğlu Ticarət Mərkəzini tanıyırsan? Eşitmisən? Bazarlıq eləmisən? Allah sənə dəyməsin. Münasibdir. Görürsünüz dostlar. Allahım haqqı, yəni təsadüf düşmüşəm. Yəni gördüm ki, ehtiyac var ona görə. Nə lazımdır, nə kömək eləyək sənə? Birinci Vətən müharibəsinin iştirakçısıdır Ağsaqqal. Adınız, familiyanız nədir? Mamedov Süleyman İbrahim, mən həm Əfqanistanda ötüşüyəm. Aha. Həm də Qarabağ əliyəm, qılçan biri yoxdur Qarabağda. Tamam, başına dönərəm. Borçluyuq, hər zaman sizlərə borçluyuq. Sənin qadan alaram mən. Gedək nə lazımdır? İnşallah biz maşını da düzəltdirərik Ağsaqqalımızın. Sür arxamca Ağsaqqal, sür. Can. Allah qorusun. Deməli dostlar, təsadüfə baxın siz Allah. Bax, and ola Allaha. Nə bileyim, Allahımdan çox razıyam. Əgər kimsə mənim qarşıma çıxırsa, ona bir xırda köməyim dəyirsə, Allahıma and olsun, həmin günü özümü dünyanın ən imkanı insanı bilirəm. Əgər bu sözlər boğazdan yuxarıdırsa, Allah mənə lənət eləsin. O səmimi qəlbimdən gəlmirsə, mən adam deyiləm. Yəni mən sevirəm ki, insanlara dəstək olam, kömək olam. Çünki bir gün biz həyatda olmayacağıq. Bir gün hamımız dünyamızı dəyişəcəyik. Onda vicdanla, nə bilim, əsl insan kimi, əsl kişi kimi həyatında dəyişmək lazımdır. Valla, ola bilər kimsə arada düşəndə yeyib içər, amma onun elə bir əməlləri, elə bir işlər olar ki, Allahım onun günahından belə keçər, cənnətlə müjdəliyər. Bax, indi Ağsaqqal arxamızda gəlir. Deməli, çatdıq Usta Fərhadın yanına. Ay Usta Fərhad! Fərhad! Qardaş, Fərhad çağır da bura. Nə lazımdır? Qardaş, bir vlog çəkirdik yolda, gəl yaxınlaş. Ağsaqqal 1-ci Vətən müharibəsinin qazisidir. Maşını xarab olub yolun kənarında qalmışdı. Mən də həmin vloqa, usta xoş gəldin. Bunu əlavə eləmək istəyirəm. Bu Ağsaqqala kömək olursan Fərhad. Yanlı qaldı Forest'teki. Yeri gəlmişkən qoy ustamıza da bir sərin su verək. Seydoğlu Ticarət Mərkəzindən belə bir hədiyyəmiz də bu zəhmətkeş qardaşa qismət oldu. Fərhad, yolda su paylama vlogu çəkirdim. Biri Ağsaqqala qismət oldu. Gördüm maşını xarab olub yolun qırağında. Bizim uşaqlar özüm bilsən ki 6-7 nəfər. Onları mən alıb gətirəcəm. gətir. Alıb gətirəcəm. Çatanı verəcəm, çatmayanda alıb gətirəcəm. Narahat olma. Bax bu Ağsaqqalın maşınına bax. Xoş təsadüf. Həmişə insanlar xoş təsadüfü, yaxşılıq anın qaçırtmayın. Gördünüz ki, bir insana yaxşılıq lazımdır, anında başın üstün kəsdirin, Allaha and olsun. Bəlkə o Allahın sizə sınağıdır. Bəlkə onu Allah Taala sənin qarşına çıxardıb. Bu isti havada, bəlkə 45 dərəcə isti var. Usta, nədir bu ki, Ağsaqqalın maşının problemi? Düzəld onu, başına dönüm. Düzəlt. Biri 1-ci Vətən müharibəsi, usta da 2-ci Vətən müharibəsinin veteranıdır. Allah qorusun bütün döyüşçülərimizi. Ağsaqqal, nə vaxt işin olsa, bu Fərhad ustadır. Tanıyırım, bana sorsa. Deyəmi? Maşallah. Gəl ustanın yanına. Elə hər ikiniz vətən üçün can verən oğlanlar, can qoyan oğlanlar olmuşsunuz. Allah sizi qorusun. Bəli dostlar, indi isə görək qarşımıza bir nəfər kim çıxır, bir nəfər çıxsın. Qarşımıza bir nəfər də çıxsın, o bir dənə qalan suyumuzu da verək inşallah. İstiqamətim kilo bazarına tərəfdir. Ha qardaş, nətərsən? Qaq işdən çıxmısan? Səni verənə şükür. Sən şəhid ailəsisən də özün. Allah səni qorusun, şəhid ol. Qardaş, Seydoğlu Ticarət Mərkəzi mənə sərin sular vermişdi ki, qarşına çıxan adamlara ver bunu. Mən də bu sərin suyu sağ verirəm. Biləm özdə ehtiyacım var idi. Var idi, yox? Hə, var idi, sağ ol. Nuş olsun. Halal xoşun olsun. Şəhid övladı. Atanın adın deyə, adın familiyası. Münasib Əliyev. 1-ci Vətən müharibəsinin şəhidi. Var ol. Bütün şəhid qarşısında baş əyirəm. Bütün şəhidlərimiz bizim başımızın tacıdır. Var ol qardaşım. Var ol.